birinci mövzumuz belədir. Baxın, məqsəd və intonasiyaya görə cümlənin növləri. Baxın, məqsəd və intonasiya. Yəni, mən cümləni niyə qururam? Məqsədim nədir? Və bu məqsədimə uyğunda mənim intonasiyam nədir? Deməli, baxın, bu 4 növə bölünür. Birinci nəqli cümlə. Nəqli cümlə hər hansı bir hadisəni danışır. Sanki informativ mətindir, belə başa düşün. Sanki publisistik bir mətindir. Bu cümlənin sonunda ya nöqtə ola bilər, ya 3 nöqtə ola bilər, ya nöqtəli vergül, ya 2 nöqtə. Amma kitabda siz ancaq nöqtəni görəcəksiniz. Çünki belədir, bunları çox vacib məqam kimi hesab eləmirlər. Amma bunlarla bitən cümlələrində mən növünü təyin eləməliyəm. Uşaq sənə sual verəcək. Sən ona cavab tapmalısan ki, bu dördündən birinə getməlidir də, düzdür. Deməli, bu rahatdır. Bu cümlənin sonunda bu durğu işarələri varsa, deməli, bu oldu nəqli cümlə. İkinci cümlə, deməli, əmr cümləsi. Əmr cümləsi eynən nəqli cümləyə oxşayır, onun da sonunda nöqtədir. Amma biz bunları necə ayıraq? Əmr cümləsinin xəbəri olmalıdır feilin əmr şəkli. Vəssalam. Mən başqa bir uzun-uzadı izahlar vermirəm. Feilin əmr şəkli bilməlisən. Mən gəlim. Mən gedim. Bu oldu əmr cümləsi. Amma tutaq ki, bu dərsə gəlib, anam tutaq ki, həyətdədir, həyət soyuqdur. Bunlar artıq hamısı nəqli cümlədir. Nəqli cümlənin bir fərqi də o ki, bunun mütləq xəbəri feili xəbərdir. Feildir və əmr şəklidir. Amma burada hər şey ola bilər. Sonra, üçüncü cümlə. Deməli, üçüncü cümlə olacaq sual cümləsi. Sual cümləsində sual işarəsi qoyulur adı üstündə. Sual cümləsi 3 formada qurula bilər. Sual intonasiyasının köməyi ilə, sual ədatı və sual əvəzliyi. Baxın, sən bizə gəlməyəcəksən, burada heç nə yoxdur sualı yaradan. Nə var təkcə? İntonasiya. Yəni, kobud desəm uzadıram da cümləni. Sən bizə gəlməyəcəksən bu şəkildə. Sual ədatı, bilirsiniz, bəs, məgər, bəyəm, yəni ki, mı üstüdür. Oxumamısan ki, məgər bilmirdin, bəs oxumayacaqsan bu şəkildə. Sual ədatının köməyini. Sonra sual əvəzliyi. Sual əvəzliyi nə qədər desən var? Sən harada yaşayırsan? Sən nə vaxt gələcəksən? Sən niyə getmişdin? Bunlar. Əgər bir cümlədə həm sual ədatı, həm sual əvəzliyi varsa, bunlara kompleks sual cümlələri deyilir. Kompleks.